Təbii ki, mən bugünkü gündə çox söz deyə bilərəm. Bir neçə ay bundan öncə sosial şəbəkələrdə məni şantaj edən şəxslər, məndən pul tələb edənlər, ifadə Cəfərzadə Fərdun Abuşova tərəfindən mən şantaj olundum. Mənimlə başladılar görüşməyə, məndən pul tələb etdilər və öz tanışları bizim orta məxrəz tanışımızın tanışçılığıyla Dilbər Rızayeva xanımın tərəfindən məndən 2500 manat pul tələb etdilər. İfadə Cəfərzadə onu bildirdi ki, hətta mən çox üzr istəyirəm. Yəni media nümayəndələrindən də hər kəsdən mən çox üzr istəyirəm. İfadə Cəfərzadə onu təqdim etdi ki, sənin yəni ki, açıq şəkillərim var. Güya mənim İfadə Cəfərzadədə mənim lüt şəkillərim var. Lüt şəkillərim var. Buna dair ifadə dedi ki, sən 1000 manat pul verməlisən. Fərdun Abuşova bu şəkilləri yayacaq, sosial şəbəkədə siz biabır olacaqsınız. Mən isə bildirdim ki, İfadə xanım, yəni mənim hər hansı bir yaxınım, ola bilər də insandır. Mənim belə bir şəklimi çəkibsə, bugünkü gündə yəni siz bunu bir mətbuat işçisi olaraq mən sizə yəni icazə vermirəm ki, siz durub mənim şəxsi həyatıma toxunasınız. İfadə Cəfərzadə mənə öz yaxın münasibətdə olduğu Amil adlı bir şəxsin hesab kartına 500 manat mart ayının 10 günü pul götürdü. Amil adlı bir şəxsən kartına 500 manat pul götürdüm. Ondan sonra həmin videonu ifadə mən eləsinə xanım deyə bilmərəm. Təbii ki, Azərbaycanın o qədər həcər qeyrətli, nigar qeyrətli xanımlarımız var ki, mən elələrinə xanım deyə bilmərəm, əsla, bu mümkün deyil. Bu pulu köçürəndən sonra mən oldum yaxşı bir insan. Ondan sonra yenə də başladılar sosial şəbəkələrdə məni şantaj etməyə və bir neçə gün bundan öncə Nəsimi rayonun baş polis idarəsinə müraciət etdim. Orada zərər çəkmiş şəxs kimi tanındım. İfadənin dünən baxıram ki, anası və bacısı qızı mənə zəng edərək mənə hədə qorxu gəlir. Hətta ifadənin yaşlı başlı bir anası başlayır deməyə ki, sən bilirsən də ifadə kimdir? Deyirəm, ay ana, ifadə hər kimdir, nətidir özü üçün. İfadə bugünkü gündə hər kimdirsə, ifadənin bir şəxsi həyatı var. Əgər şəxsi həyata gündəmə gətirilirsə, gəlin birinci ifadənin şəxsi həyatından danışın. İfadənin anası bugün mənə yaşlı, bilmirəm 70 yaşı var, 80 yaşı var. İfadənin anası bugün mənə hədə qorxu gəlir. Mən belə görürəm ki, bizim həyatımız artıq təhlükədədir. Özünü mətbuatda sanki bir insan kimi göstərdi ki, mətbuatda bir dənə kraliça var, o da ifadədir. İfadə, sən mətbuatda özünü kraliça kimi göstərə bilməzsən. Sənin bugün ali təhsil olmayan bir insansın. Sən hansı universitet oxumusan, sən necə eləmirsən, nətər eləmirsən, bunu biz bilmirik. Sən bugünkü gündə gəlmirsən, deyirsən ki, özünə ünlərin bəraət qazandırırsan, deyirsən ki, zərər çəkmiş kimi 130 min sosial şəbəkələrdə bəzi özünə hörmət qoymayan saytlar bizim haqqımızda yazır ki, güya 130 min zərər çəkmişlərə pul ödənir. İfadə, ola bilər ki, Fərdun Abuşova İfadə Cəfərzadə, siz şəxsiyyətinizi, mənliyinizi pula sata bilərsiniz. Biz şəxsiyyətimizi, mənliyimizi pula sata bilmərik. 130 minə aparın verin, belə pul verənsiniz. Qatığa, tutun başınıza, mən bunu sizə açıq şəkildə deyirəm. Mənim bu kainatda Allahdan başqa heç kəsdən qorxum yoxdur. Biz təbii ki, demokratik ölkədə yaşayırıq, hüquqi dövlətdə yaşayırıq. Amma bugünkü gündə bir neçə gün bundan qabaq 48 saat bunlar saxlandı, ondan sonra çölə çıxdılar. Yaxşı, bunlar çölə çıxdılar, bunlar 48 saat saxlandılar, bunlar çıxdılar çölə. Çölə çıxandan sonra mən gedirəm Nəsimi rayonun məhkəməsinin qarşısından keçirəm, mənim qarşıma baxır, dişim ağardır, gülür. Nəyə gülürsən, yaxşısan? Necə polis nəzarət altındadır bunlar? Mən başa düşə bilmirəm bunları. Həqiqətən mən başa düşə bilmirəm. Mən çox xahiş edirəm ki, bugünkü gündə də Daxili İşlər Nazirliyimizdən, cənab nazirimizdən də, Vilayət Eyvazovdan da çox xahiş edirəm ki, bunların bugünkü gündə 3 ay istintaq devirləri çöldə keçməsin. Çünki artıq bizim həyatımız təhlükədədir. Onlar necə bizə sosial şəbəkədə şantaj ediblər, necə pul tələb ediblər, necə bizim şəxsiyyətimizi, mənliyimizi alçaldıblar, bunlar bundan sonra da çox şeylər eləyəcəklər. Özləri bugünkü gündə öz səhifələrində eləməsələr də, digər səhifələrdə eləyəcəklər. Bunlar 3 ay istintaq müddətini, bunlar təcizxanada istəməklərini istəyir. Biz bugünkü gündə onların çöldə olmaqlarını qətiyyən biz ona etiraz edirik. Mən şəxsən zərər çəkmiş şəxs kimi mən razı deyiləm.